Uşaqlar salam. Deməli, ümumiləşdirici testlərdən ikincisinin izahına baxın. Deməli, düzbucağının uzunluğu 10 sm, eni 4 sm-dir. Sahəsi bu düzbucağın sahəsinə bərabər olan kvadratın perimetrini tapın. Biz bilirik ki, düzbucağının sahəsi necə tapılır? Bu bizim düzbucağımız olsun. Bu da kvadratımız. Deməli, düzbucağının uzunluğu 16 sm, eni 4 sm-dir. Sahə necə tapılır? 16 vur 4, 64. Deyir ki, sahəsi bu düzbucağının sahəsinə bərabər olan. Yəni, kvadratın da sahəsi 64-dür. A vur A 64-dürsə, deməli, A-mız neçədir? 8. Bu kvadratın bütün tərəfləri 8-dir. Bizdən kvadratın perimetrini istəyir. Perimetr 4 vur A. Yəni, 4 vur 8. Bu da bizə verir 32 cavabı. İkinci, 4'te 3 kvadrat metr üstə gəl 5'te 2 kvadrat desimetr bərabərdir kvadrat santimetr. Yəqin ki, sahə vahidləri üçün verdiyim sxem yadınızdadır. Hektar, ar, kvadrat metr, kvadrat desimetr, kvadrat santimetr, kvadrat milimetr. Dedim ki, uşaqlar, hər bir xətt bir sıfırı göstərir. Kvadrat metr, kvadrat santimetr arasında neçə xətt var? 1, 2, 3, 4. Yəni 4 sıfır. 10 minin 4'te 3 hissəsini tapıram. 4'ə bölüb 3'ə vururam. 2500, 3'ə də vursam 7500 kvadrat santimetr. 5'te 2 kvadrat desimetr. Baxıram ki, kvadrat desimetr və kvadrat santimetr arasında 2 sıfır var. Yəni 100. 100'ün 5'te 2 hissəsi. 100'ü 5'ə bölüb 2'yə vururam. Bu da mənə verir 40 santimetr və bunların cəmini istəyir. Cavab olur 7540. Üçüncü testə baxırıq. Uzunluğu 72 olan parçanın əvvəlcə 8'də 5'ini, yəni 72 böl 8 vur 5. 45 metr kəsdilər. Sonra isə qalan 72'dən çıxıram 45, 27 metrin 3'te 1 hissəsini. 27'ni bölürəm 3'ə, vururam 1'ə. Əvvəl 9 işlətdilər, sonra da 45 metr işlətdilər, sonra da 9 metr işlətdilər. Neçə metr parça qaldı? Bayaq nə qədər qalmışdı? Qalan nə qədər idi? 27 metr, düzdür. 9'unu da işlətdim, 27 çıx 9, bu da bizə verir 18. Ya da ki, 72'dən çıxardınız 45 və 9'un cəmini, yenə də eyni cavab alınacaq. Daha sonra Orxan kitabın 4'te 1 hissəsini oxuduqdan sonra 264 səhifə qaldı. Əgər kitabın 4'te 1 hissəsi oxunubsa, 4'te 3 hissəsi qalıb. 4'te 3 hissəsi 264 olan ədədi tapmaq üçün 264'ü 3'ə bölüb 4'ə vururuq. Deməli, 88 vur 4, 32, 3 yadda 352 4-cü testimizin düzgün cavabı. Keçirik 5'ə. Maşın yolun 5'te 3 hissəsini getdi. Məlumdur ki, maşının getdiyi yol qalan yoldan 36 kilometr çoxdur. 5'te 3 gedibsə 5'te 2 qalıb. Düzdürmü? Və demişdim ki, yadınızda qalsın. Məsələdə azdır, çoxdur, bahadır, ucuzdur və ya artıq bu sözlərdən hər hansı birini görürsünüzsə, artıq bilin ki, burada fərq tapılır. 5'te 3 və 5'te 2'nin fərqini tapıram. 5'te, deməli, 5'te 3 hissəsini getdi. Getdiyi yol qalan yoldan çoxdur. 5'te 3'dən 5'te 2 çıxan 5'te 1. Deməli, sizin 5'te 1 hissəniz 36'dır. 36'nı 1'ə bölüb 5'ə vururam. Cavab olur, bütün yolu soruşur. Cavab olur 180. 5-ci testimizdə. Daha sonra 6-cı test 480 ədədinin 5'te 2 hissəsi ilə 480'i bölürəm 5'ə, vururam 2'yə, 90 6 vur 2, 12, 192. 5'te 3 hissəsi 90 olan ədəd 90'ı 3'ə bölüb 5'ə vururam 150. Bunların da cəmi bizə verir 342, yəni C variantı. 7. Hansılar doğrudur? Yenə də sxemi çəkirəm. Uşaqlar, mən bu sxemi çox sevirəm. Çox rahatdır. Yəni, əzbəri zəif olan şagird üçün möhtəşəm bir sxemdir. Deməli, kvadrat metrdən kvadrat santimetrə bayaq dedik 4 dənə sıfır var. O burada 3 dənə yazıb, bir səhvdir. 400 kvadrat desimetr, kvadrat desimetrdən kvadrat metrə geri gələndə 2 sıfırını silməliyik, 4 düzdür. 2 hektar, hektardan kvadrat metrə, hektardan kvadrat metrə 4 dənə sıfırdır, yəni 20.000. Ardan kvadrat metrə 2 dənə sıfırdır, yəni 4500 toplasaq, doğrudan da 24.000
500. Bu da doğrudur. Kvadrat millimetrdən kvadrat santimetrə 2 sıfır geri gəlir. Ona görə 2 xət geri gəldiyinə görə 2 sıfırını silirik 60. Bu da doğrudur. Kvadrat kilometrdən hektara 2 sıfır 2 xət önə getdiyinə görə 2 sıfır əlavə edirik 500. Bu da doğrudur. Yəni bir səhvdir. Yerdə qalanlar doğrudur. Düzgün cavabımız B variantı. Sonra neçəsi 8-ə bölünür? 8-ə bölünmə əlaməti son 3 rəqəmdir. 328, 300 son 3 rəqəm. 328 8-ə bölünür. 560 8-ə bölünür. 816 8-ə bölünür. 569-da bölünmür, qalıq 1 qalacaq. 402-də qalıq qalacaq. Deməli, o zaman 3-ü bölünür. Daha sonra bu hadisənin 4-ə bölünməsindən alınan qalıq 4-ə bölünmə əlaməti son 2 rəqəm 4-ə bölünürsə bu ədədlər 4-ə bölünür. Son 2 rəqəmləri götürür 4-ə bölürsüz. 66-nı 4-ə böləndə qalıq 2, 35-i 4-ə böləndə qalıq 3. Görürsüz, mənə cavablar önəmli deyil, qalıqlar önəmlidir. Son 2 rəqəmi. İndi bunların yerinə qalıqlarını yazıram. Yəni misalı indi bu şəkildə oxuyun. 2 vur 3 hasilinin 4-ə bölünməsindən alınan qalıq 6-nı 4-ə böləndə qalıq olur 2. Sonra deyir ki, bu ədəd 3-ə bölünür. 3-ə bölünmə əlaməti odur ki, rəqəmlər cəmi 3-ə bölünməlidir. 5 ilə 8 13-dür, düzdürmü? 13. Məsələn, burada ən çoxu deyirsə, məsələn, 13-ün üstə 9 versək, 22, düzdür? 22-nin üzərinə bir də 9 versəm, 31 olmur. Amma 22-nin üzərinə 8 versəm, ən çox dediyinə görə də ən böyük rəqəmləri yoxlayıram. Bura 9, bura 9 ödəmədi. Bura 9, bura 8 versəm, olur. Deməli, 22 üstə gəl 8, 30, 33-ə bölünür. Deməli, ən çox 9 və 8 ola bilər, yəni 17. 11 həyətə 900 mişər daşı gətirdilər. Bu daşlardan hasar hörmək lazımdır. Usta işi 3 günə, digəri 6 günə görə bilir. 2 usta birlikdə sağ neçə günə görür. Deməli 300 gün 900 mişər daşını 3 günə görürsə, deməli bir günə neçə iş görür? 300. O biri isə 900-ü bölsəm 6-ya 150 bir günə bu 300, bu isə 150 daş ölə bilir. Düzdür? Birlikdə işləsələr bir günə 450 birlikdə bir günə 450 mişər daşı hazırlaya bilirlər, hasar ölə bilirlər. 900-ü neçə günə görərlər? 900 böl 450, bu da bizə verir 2. Bir boru hovuz 6 saatda, digər 12 saatda doldurur. Yəni, biri 6 saatda iş görürsə, 1 saat işin 6-da birini, digəri 12-də birini görür. Toplasaq, ortaq məxrəc 12-dir. Düzdürmü? 12 olmaq üçün 12-yə vururuq. 12-də 2 üstə gəl 12-də 1, bu bizə verir 12-də 3. 3-ə ixtisar aparsaq, yəni hər ikisini 3-ə bölsək 4-də 1. Yəni, 1 saatda işin 4-də 1-ini görürsə, bütöv hovuzu neçə saatda doldurar? 4 saatda. Düzbucaqlının perimetri 96 tərəflərindən biri 30 olarsa, digər tərəfini tapın deyir. Tapaq. Bu 30-dursa, bu da 30-dur. 2 yolu var. Ya 96-yı 2-yə bölün, 48, 48-dən 30 çıxın, 18. Ya da ki, 96-dan çıxın 30-ları, 2 dənə uzunluqları. Yəni, 60, 36, 36-yı da 2-yə bölürük, 18. Hər ikisi bizə verir n-in uzunluğunu. Sonra 6-ya bölünməsi üçün A rəqəminin neçə mümkün qiyməti var? Biz bilirik ki, bu ədəd 6-ya bölünmək üçün sonu cüt olmalıdır. Düzdür, ya bu 0 olmalıdır, ya 2 olmalıdır, ya 4 olmalıdır, ya 6 olmalıdır, ya 8 olmalıdır. Amma həm də rəqəmlər cəmi 3-ə bölünməlidir. Rəqəmlər cəmi 10, 3-ə bölünməlidir. Rəqəmlər cəmi 12 bölünür, 14 bölünmür, 16 bölünmür, 18 bölünür. Deməli, bu ya 1452, ya 1458. Yəni, A ya 2 ola bilər, ya da 8. Neçə mümkün qiyməti var da 2-ni burada yerinə qoyub sevincək 2 cavabı götürmürüm. Bildiniz 2 nədir? Neçə mümkün qiymət var? 2 və 8. Yəni, neçə mümkün qiyməti var? Bu, buradakı 2 deyil, başa düşdünüz? Yəni, say olaraq. Desəydi, A rəqəmi hansı qiyməti ola bilər? Hə, cavablarda 2, 8 hansı varsa, okey, götürün. Amma burada say soruşur. Aşağıdakı təkliflərdən hansı doğrudur? Son 3 rəqəmin ifadə etdiyi rəqəm 8-ə bölünürsə, həmdə də 8-ə bölünür. Doğrudur. 2 rəqəmin ifadə etdiyi ədəd 4-ə bölünürsə, həmdə də 4-ə bölünür.
tamamilə doğrudur. 3'e bölünən ədəd 9'a bölünür, yox. Məsələn, 12 3'e bölünür, amma 12 9'a tam bölünmür. Səhvdə 3'e bölünən cüt ədədlər 6'ya bölünür, doğrudur. 9'a bölünən cüt ədədlər 18'e bölünür, doğrudur. Yəni cavab oldu 1, 2, 4, 5. C variantı. İki toplanandan birini 17 artırıb digərini 32 yazarsa uşaqlar. Mən demişəm, yenə deyirəm, misal üzərində tətbiq edin. Məsələn, 100 üstə gəl 40 bərabərdir 140. İki toplanandan birini 17 atırsam bu 117, digərini 32 azaltsam bu olur 8. 117 üstə gəl 8, 125. Cavab bayaq 140 idi. Bayaq 140 idi. İndi cavab oldu 125. Necə dəyişdi? 15 vahid azalar. 140'dan 125 çıxsaq. 17'ye baxırıq. Yenə azalan 9 vahid azaldıb, çıxılanı 24 vahid artırsaq. Yazaq ki, tutaq ki 120 çıxılsın 20 bərabərdir 100. Düzdürmü? Azalanı 9 azaltsam bu olur 111. Səhv yazdım. Çıxılanı 24 artırsam bu olur 20. O da 24 artırsam 44. Düzdür. 11'dən 4, 7, 67. Deməli 100 oldu, 67 azaldı. Neçə vahid azaldı? 100'dən də 67 çıxsaq 33 vahid azalar. Bu şəkildə. Daha sonra eni 25'te 2 metr, uzunluğu 4'te 1 metr olan düzbucaqlığın sahəsi necə tapılır? Eni uzunluğa vururuq. Bu da bizə verir %2. 2'ye də ixtisar aparsam 50'də 1. Düzdür. 50'də 1 kvadrat metr. Amma cavablarda baxıram ki, 50'də 1 yoxdur. Sahə vahidlərini yadımıza salsaq, kvadrat kilometr, hektar, ar, kvadrat metr, kvadrat desimetr, kvadrat santimetr, kvadrat millimetr. Düzdürmü? Fikir versəz kvadrat metrdən kvadrat desimetrə 2 addımdır. Yəni 100'ün 50'də 1 hissəsini tapsam, cavablarda 2 kvadrat desimetr varsa elə budur. Olmasa kvadrat santimetri yoxlayacaqdım. Bu da olmasa kvadrat millimetri yoxlayardım. D2 sahada 60 kilometr yol gedən avtomobil 2 saatdə neçə kilometr yol gedər? Əgər siz, məsələn, kəsrlə hesablamaq sizə çətin gəlirsə, əvvəlcə belə də edə bilərsiniz də, 3'də 2 hissəsi 60 olan ədədi tapıb, 2'yə vurub, elə də gedə bilərsiniz. Bu bir üsuldur. Yəni, 3'də 2 saada 60 kilometr yol gedirsə, 3'də 2 hissəsi 60 olan ədədi tapın. 60 bölü 2 vur 3. Bu bizə neçə verir? 90. 90 bunun 1 saata getdiyi yoldur sürət. 1 saata 90 gedirsə 2 saata 2 vur 90. Bu da bizə verir 180. Bu bir üsul. İkinci üsul nə edə bilərsiniz? Bunu dəqiqəyə çevirməklə də edə bilərsiniz. Biz bilirik ki, 1 saatımız 60 dəqiqədir. 3'də 2 saat 60'ın 3'də 2 hissəsi. 60'ı 3'ə bölərəm. 20, 20 vur 2, 40 dəqiqə. Düzdür, tənasüb qururam. Əgər bu 40 dəqiqəyə 60 kilometr yol gedirsə, 2 saatdə 2 vur 60, 120 dəqiqə. 120 dəqiqə neçə kilometr yol gedər? Düz mütənasib 40 vur x bərabərdir. 60 vur 120, 40 x bərabərdir. 72, 2 0, 7200, 40'a bölsək 180. Yəni, hansı üsul sizə rahatdırsa, o üsulla həll edə bilərsiniz. Fikrində tutduğum ədədin 3'də 1'inə 84 əlavə etsəm, ən böyük 2 rəqəmli ədəd alınır. Yəni, biz ən böyük 2 rəqəmli ədəddən 84'ü çıxaq. Deməli, fikrimdə tutduğum ədədin 3'də 1'inə 84 əlavə etsəm. İndi düşünürəm ki, mənim fikrimdə tutduğum ədəd, yəni 3'də 1 hissəsi 15 olan ədədim hansıdır? 15'i 1'ə bölüb 3'ə vururam. 45, sağ olsun uşaqlar 45'i götürüb elə üstümə gəlmişdi. Fikrimdə tutduğum ədəddən 3 dəfə böyüyü soruşur. 45 vur 3, bu da bizə verir 135. 21-ci test A ədədinin 5'də 3 hissəsi 30. 5'də 3 hissəsi 30 olan ədədi tapmaq üçün 33'ə bölüb 5'ə vururam 50. B ədədi 3'də 2 hissəsi 24 olan ədəd. 24'ü 2'yə bölüb 3'ə vururam 36. Bu A, bu B. Bizdən bunların cəmini istəyir. 50 üstə gəl 36. Bu da bizə verir 86.
Gəldi 22-ci testə. 5-də 4 metr üstə gəl 4-də 3 metr üstə gəl 5-də 2 santim. Hamısını millimə çevirmək lazımdır. Uzunluq vahidlərini yazıram. Kilometr, metr, desimetr, santimetr və millimetr. Metrdən millimetrə 3 xəttdir. Yəni minin 5-də 4 hissəsini tapıram. 1000 bölü 5 vur 4. Bu bizə verir 800 millimetr. Desimetrdən millimetrə 2 xətti, yəni 100-ün 4-də 3 hissəsini tapıram. Bu mənə verir 75 millimetr. Santimetrdən millimetrə 1 xətt olduğuna görə onun 5-də 2 hissəsini tapıram. Bu da mənə verir 4 millimetr. Bunlar da toplasaq 879. Hər rəqəmdən bir dəfə istifadə etməklə 1, 4, 7 rəqəmlərin köməyi ilə düzələn 3-ə bölünən neçə 3 rəqəmlə də yaza bilərik. Toplasaq rəqəmlər cəmi 12. Deməli 12 3-ə bölünürsə, bunu nə cür yazsaq, bu ədəd 3-ə bölünəcək. Ona görə də düzəldirik. 1, 4, 7 ilə, yəni 6 ədəd yazmaq olur. Hətta belə də yaza bilər ki, yox, onu ehtimalda başa salaram. Aha. Sonra 5'də 2 saat neçə saniyədir? Biz bilirik ki, 1 saatımız 3600 saniyədir. 3600'ü bölürəm 5'ə, vururam 2'yə. 720 vur 2, 1440. Və gəldi 25-ci testdə. Çox maraqlı testdir. Çox uşağın diqqətsizlik elədiyi bir şey. Perimetr necə tapırıq? 2 vurulsun A üstə gəl B. Düzdürmü? A üstə gəl B vurulsun 2, 24-dürsə, hər tərəfi 2-yə bölsəm, deməli A və B-nin cəmi 12-dir. İndi bizə toplayanda 12 eləyən ədədlər lazımdır. Deyir, natural ədəddir. Bu 1 və 11 ola bilər, 2 və 10 ola bilər, 3 və 9 ola bilər, 4 və 8, 5 və 7, 6 və 6. Deməli, bu 1, 2, 3, 4, 5, 6. Cavab 6. İndi deyəcəksiniz müəllimə, 6, 6'nı niyə götürdünüz? Axı 6, 6 olanda bu kvadrat olur. Yadınızda saxlayın. Kvadrat özü düzbucaqlıdır. Təkrar deyirəm, kvadrat özü də düzbucaqlıdır. Ona görə 6, 6'nı da götürürük. Cavab olur 6. D variantı. Bu bizim oldu ikinci ümumiləşdirici testlərimizin izahı. Üçüncü testə keçirik. Uğurlar. Diqqətlə dinləyirsiniz. Çox xahiş edirəm. Təkrar izahlara baxın.